Salam, hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. OTV-nin xüsusi gündəminin bu dəfəki qonağı tanınmış hüquq müdafiəçisi Novella xanım Cəfəroğludur. Novella xanım, xoş gördük. Xoş gördük, çox sevinirəm siz gələndə. Novella xanım, hal-hazırda rayonlarda erkən nikahlarla bağlı statistika ürək ağrıdıcıdır və 13-14 yaşında qızlar ərə verilir və onların valideynləri bunun dinin hökmü olduğunu deyirlər. Eyni zamanda dindar olmayan valideynlərin övladları da 13-14 yaşında bir çoxlarının təbii ki, barlarda, diskotekalarda, gecə klublarında görünür. Bir tərəfdə dinin hökmü ilə belə deyək də, hərəkət etdiyini deyən kəsim var. Digər tərəfdə onların kafir adlandırdığı, belə deyək, obrazlı dildə desək, kəsim var. Ortaq məxrəc nə götürülməlidir və o bizim öz milli ailə dəyərlərimizə qayıdış hansı formada mövcud ola bilər? Sizin fikirlərinizi almaq istəyərdik. Mən sənə bir dənə söz deyim də, mən əvvəldən niyə bu sözü başladım ki, biz müsəlmanıq, amma dini bilmirik. İslam dinini heç kəs bilmir. Ailələrdə də dinə qarşı, çox ailələrdə, müasir ailələrdə dini bilməyə, dinin gözəl dəyərlərini cəmaata çatdırmaq lazımdır. Biz dindən dərs demişik, bütün rayonlarda. Mollaları da çağırmışıq. Mollalar hamısı savadsız. Mən sizə deyim ki, heç savadı olmayan. Dinə itaət edən insan, ata, ana, o dini başa düşən, dində bilirsən nə yazılıbdır? Oxumaq, bir də oxumaq. Əgər nəyə nail olmaq istəyirsənsə, həmişə oxumalısan. Niyə bütün dünya İslam dinini yuxarıda qoyur? İslam dininə daha çox qiymət verir. Siz eşitmişsiniz ki, kimsə xristianlığı qəbul eləsin, amma İslam dinini çox yerdə qəbul eləyirlər indi bu saat. Niyə? İslamı yaxşı biləndən sonra bilirlər ki, bütün təmiz, həmi demokratiya oradadır. Mən demirəm İran İslamına. Orada o şiə, nə bilim, şeyləri çıxardıblar, şiə qanunları, onları demirəm. Təmiz Quranda olan bütün yazılar hamısı həm tərbiyədir, həm oxumaqdır, həm də qonşulara normal münasibətdir. Yəni bunların hamısı Quranda var. O dəfəmdə səndən danışanda bir dənə şey dedim, dedi, namaz qılırsansa, yanında qonşu acdır, o namazın nə faydası var? Məkkiyə gedirsən, uşaqlar qalıbdır küçələrdə, sən bir uşağı götürüb 10 dəfə Məkkiyə gedirlər. Onun bir dənəsinin pulunu o uşağın, o kasıb uşağın oxumağına versən, sənin Məkkiyə getməyə nə faydası var? Novella xanım, indi həccilərin də deyəsən missiyası dəyişib. Hansı müğənnini soruşursan, deyir ki, mənim sponsorum filan həccidir və sair ilaxır. Əvvəllər də Sovet dönəmi və ondan sonraki dövrdə də belə idi, yoxsa sonradan bunların dırnaqarası hərcilərin missiyası dəyişdi? Valla bizim vaxtımızda hacı var idi. Sovet hökuməti hamını qapalı bir dövlət idi. Qolurdular hacı getsinlər. Yox. Birisi bizim vaxtımızda tərbiyə var idi. Var idi. Elə o küçə qadınları da vardı, küçə qızları da vardı, amma çox az. Həmən qadınların nə qızını alırdılar, nə oğluna qız verirdilər. O tərbiyə var idi. El qınağı var idi da. El qınağı var idi. Bəs indi niyə yoxdur? Mühit. Bilsən, adət-ənənələri saxlamaqdan, yaşatmaqdan ötəri mühit lazımdır. Mühit hazır deyil indi bu saat. Hazırlamaq lazımdır bu təmiz azadlığa. Hələ azadlığa yox, mənəvi azadlığa. Mənəvi azad olasan, amma o demək deyil ki, sən özünü küçələrdə qoyasan. Bəs sizcə nədən başlamaq lazımdır? Təhsildənmi, səhiyyədənmi, yoxsa başqa bir sferadan? Təhsildən. Xalq artisti deyirlər ki, bu xalq artistidir, bu nə bilim nədir. Xalq artisti nə deməkdir? Xalqın sevimlisidir, düzdür. O xalq artisti olmasa,
o gözəl səsi olan xalq artisti olmayacaq. Xalq artisti Sovet hökumətində verirdilər ki, o artistləri öz yanlarında saxlasınlar. Artıq pul verirdilər, artıq nəsə verirdilər ki, amma xalqın paradoksal bir şeydir. Amerikada xalq artisti var, ya Avropada xalq artisti var. Heç Türkiyədə də yoxdur xalq artisti. Xalq kim istəyir konsertinə gedəcək, istəməyən konsertinə getməyəcək. İstəsə toyuna çağıracaq, istəməsə çağırmayacaq. Yəni budur. Onları xalq yazıcısı çox xoşuma gəlir. Yəni xalq yazıcısı o vaxt olur ki, xalq yazıcısını kitabı oxunsun cəmaatla. Onda olur xalq yazıcısı, kitabları gedəcək, hər şey gedəcək. Məsələn, o xalq yazıcısının kitabından bir söz deyiləcək ki, bu yazıcı bu sözü deyibdir. Yeri gəlmişkən, Yazıçılar Birliyinin hazırki sədri Anar 1987-ci ildən adı çəkilən quruma rəhbərlik eləyir və 39 ildir demək olar ki. Və soruşmaq istəyirəm ki, bir neçə qurultaydı sədr seçilən Anarın vəzifə hərisliyinə münasibətiniz necədir və gənclərə yol verilməlidirmi? Verilməlidir. Mən, məsələn, baxmayaraq ki, mən cəmiyyətin sədriyəm, mən cəmiyyətdə praktiki çox ancaq idarəçilik edirəm. Belə qızlarım hamısı rayona gedən qızlarımdır. Qrant öyrətmişəm, yazmağı onlar yazırlar. Qabağa verirəm, mənim əvəzimə hər yerə gedirlər. Yəni, bu olmalıdır. O olmasa, bilirsiniz nə fəridir? O, elə getməlisən ki, hörmətlə gedəsən. Səni sevə-sevə yola salsınlar. Səni sevə-sevə yadda qalasan. Onun üçün gəncləri daha çox, конечно, gənclərə yol verilməlidir. Sözsüz ki, gənclərin yolun açılmalıdır. Anarı çox istəyirəm, çünki doğrudan yeganə deməli, yaxşı yazıcıdır, yaxşı yazıları vardır. Yeri gəlmişkən, 1988-ci, 89-cu illərin meydan hərəkatında biz Yazıçılar Birliyinin sədri Anarı meydan kürsüsündə görmədik. Dostlarından, yoldaşlarından fərqli olaraq, məsələn, Yazıçılar Birliyinin o zamanki üzvləri Vaqif Səmədoğlu, Yusif Səmədoğlu, Xəlil Rza Ulutürk meydanda idilər, ancaq Anar o meydanda görünmədi. Sizcə səbəb nə idi? Vaqif Səmədoğlu azad insan idi Sovet hökuməti vaxtında da. Vaqif Səmədoğlu da, hamısı azad insanı idilər onlar. Anar azad deyildi. Bir çoxlarının fikrinə görə hazırda ən yaralı yerimiz məhz təhsildir. Sizcə müəllim adı, öyrətmən adı bu ölkədə niyə dəyərdən düşdü? Niyə bugün şagird müəllimə güllə atır? Yəqin son hadisədən xəbəriniz var. Müəllimin nüfuzunu aşağı saldılar. Bu mühitdə müəllimlər, deyim sənə niyə? Çünki məktəbin çoxsunda müəllimlər dərs keçir çox az adama. Qalanları hamısı repetitorlarından dərs keçirlər. Müəllimin nüfuzu aşağı düşübdür. Niyə kənd yerlərində, mən sənə deyim, bir-iki kənd biz belə baxmışıq. Hər dəfə bir kənd məktəbindən bir 12-15 uşaq məktəbə girir və instituta girir. Nədir? Fərq nədir? Onlarda repetitor yoxdur. Onlarda müəllimin nüfuzu var. Müəllimə hörmət var. Müəllimə dəyər verirlər. Müəllim, yəni bir çox kəndlərdə bilirəm ki, bu qalıbdır. Qalanları bilmirəm. Məsələn, rayon uşaqları daha çox girirlər də məktəbə. Siz görürsünüz ki, rayon uşaqları daha Bakıda oxuyanlar ancaq repetitordan olanlar, o da pullu uşaqları girirlər. Çünki 5 dənə fənddən 5 dənə repetitoru vardı. Hamısı da onlar girirlər. Qalanları girə bilmirlər. Müəllimin nüfuzu düşüb aşağı. Müəllimə hörmət yoxdur burada. Bəlkə müəllim özü itirib o nüfuzu? Ola bilər, çünki müəllim çox savadlı olmalıdır. Böyünkü məktəblərin müəllimləri uşaqdan savadlı olmalıdır. Uşağın əlində kompüter vardı. Çox müəllim heç kompüterlə işləməyə bacarmır. Yəni, o da var. Yəni, sözsüz ki, müəllimlərin
hörmətini qaldırmaqdan ötəri müəllimin özü savadını qaldırmalıdır. Savadlı müəllim olmalıdır, çox savadlı. Özü Bakı yerində. Son vaxtların statistikasına baxanda görürük ki, evlənən hər 4 cütlükdən biri boşanır. Yəni vəziyyət olduqca acınacaqlıdır. Bunun da kökündə maliyyə dayanır, yoxsa başqa səbəb var? Yoxsa qadınlar elə evlənim, ərə gedim, bir-iki uşaq dünyaya gətirim, aliment alım, vəssalam, həyatımı qurum. Səbəb nədir sizcə? Sözsüz ki, maliyyə. Siz, mən sizə deyim də, yenə ailə dəyərləri. Evlənəndə ailələr vaxtında ailə gedib o birisi ailə ilə tanış olurdu, danışırdı, soruşurdu. Pula vermirdilər. Verirdilər ağla. Oğlan ağıllıdır, işləyə biləcək, ailəni saxlaya biləcəkmi? İndi qızlar özləri qazanırlar, özlərinin pulları var, özləri bir-iki dil bilirlər. Yəni, qadınlar doğrudan da çox, indiki qızlarımız çox qabağa gediblər, çox ağıllı qızlar da var. Ağıllı özünə elə oğlan seçir ki, onunla bərabər işləyib həyatını qursun. Ağılsız deyir ki, elə mənə o pasportda peçat lazımdır. O peçatı vurandan sonra mən özümə yol tapacağım nətəri yaşamaq. Belə çıxır ki, ömrünü başqa şeylərə möhürləyir də. Bəli. Çünki bir dəfə boşanandan sonra əlində ailəsinin qabağında ki, mən ərə getmişəm, indi də özüm nətər istəyirəm, hələ yaşayacağam. Buna evdə alan olur, özü bir balaca sifəti yaxşı olan. Evdə alan olur, maşında alan olur. Onun üçün boşanmalar çoxalıbdır. Amma getdiyi oğlanın imkanı yoxdur onu eləsin ona. Yəni deyirəm ki, hər şey pul həll edir. Bax, ən vacibi ailədə tərbiyə qutarıbdır. Novel xanım, sizcə biz yenidən ənənəvi ailə modelinə qayıdacağıq, yoxsa daha getdi, bir də qayıtmayacaq? O özümüzdən asılıdır, qayıtmaq olar, niyə? Doğrudanmı biz barları, gecə klublarını və bu kimi iaşə obyektlərini bağlamaqla əvvəlki təlim-tərbiyə metoduna qayıda bilərik? Bu nə dərəcədə inandırıcıdır? Hərdən deyirlər ki, mən deyəndə sən çox şeysən, belə məsələlərdə, mən dedim də, ya o üçün çox, yox, çox pis münasibətim var həmən barlara, həmən, gedin görün də, Amerikada da barlar var, həmən şeylər vardı, hər yerdə bar vardı. Amma o demək deyir ki, ailə dağılır, qızlar, baxın görün də bizdə ayrı, nətər deyim sizə, mentalitet ayrı olmalıdır. O mentaliteti bu millətə çatdırmaq lazımdır ki, biz doğrudan da bizim adətimizə, çox adam bizim adətlərimizə qayıtmaq istəyir. Qıraqdan ki, görürlər nətəri tərbiyəli qızlar. Baxın, görün, Amerikada hər yerdə bizim qızların nətəri ərə götürürlər. Niyə? Ailəyə baxandı, uşağa baxandı, yoldaşını yola verəndi. Yəni, bu adətlərə çönmək lazımdır. Barda oturub oynamağa yox. Barları bağlayaram bir müddət. Bara gedənə iştiraf eləyərəm bir müddət. Yəni, bunların hamısını eləmək lazımdır. İstəsək də, istəməsək də bunlara eləməli. Deməsinlər, insan haqlarını pozuruq, nə bilim, yox, pozmuruq. Mən əxlaqsızlığı pozuram. Əxlaqsız hərəkətləri pozuram. Mən əxlaqsız, gənclərin əxlaqsız olmaqlarının qabağını istəyirəm alım. Yəni, budur. Bilirsiniz, kakit kontrmerlər götürülməlidir. Və bir nüansı soruşmaq istəyirəm sizdən. Yəni, barları bağlamaqla, bu kimi addımlarla, radikal addımlar atmaqla, nəyəsə nail olmaq doğrudan mümkündür? Onsuz da onu bağlasan da, ayrı yerdə oturacaqlar. Mən bilirəm, İranda oğurlayanın qolunu kəsirlər, o oğurluq qutarmayıbdır ki, mən sizinlə razıyam. İlk addımlar ştrafla başlamalıdır, cərimə ilə başlamalıdır. Bu cərimədən sonra
ailəyə çatdırmalıdır ki, sənin ailə ilə işləmək lazımdır, onların siyasını götürüb. Mən sizə söz deyim, çox, məsələn, ailə ilə gedib oturub danışılmalıdır ki, sənin qızın buradadır, ona da getmək lazımdır. Əgər biz istəyiriksə, nəyəsə nail olaq, hələ bir qurumlar olmalıdır ki, ailəyə də təsir göstərsinlər ki, sən bəli qızını başına buraxmısan, ya oğlunu. Həmən barlarda nə başlı verir? Narkotiki, içmək, bunların hamısı olur da. Elə o məsələyə gələcəkdim. Bəlkə elə Azərbaycanda da İrandakı kimi əxlaq polisi yaradılmalıdır. Bu məsələyə necə baxırsınız? Hələ mühit yaranmayıb əxlaq polisinə. Niyə? Əxlaq polisi o zaman olar ki, qanunlara tabi olan olsun. Qanuna tabi olmaq üçün gərək əxlaq polisi də əxlaqlı olsun. Novel xanım, dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə təşəkkür edirik. Belə hörmətli tamaşaçılar, OTV-nin xüsusi gündəminin daha bir buraxılışı sona çatdı. Siz isə videolarımızı bəyənməyi, paylaşmağı, abunə olmağı və şərh yazmağı unutmayın. Hələlik.